Amma getdikcə gördü ki, musiqini dırnaq arası da, bu musiqi demək olarsa, nə vəziyyətə saldılar. Musiqini nə vəziyyətə saldılar? Elə bir duruma saldılar ki, mən oxumaq istəmirəm. Oxumaq istəyirəm, amma nə isə yarada bilmirəm. Həvəs o həvəs deyil. Bizim müəllimlərimiz olub, bizim müəllimlərimiz tərif belə deməyiblər. Daim deyiblər, oxumalısan. İndi ruhdan düşürük. Bugün TV xəbər verir ki, bu sözləri müğənni Samirə Əlməriyəm Günə Bax verilişində deyib. Sənətçi son günlər mahnıların keyfiyyətinin olmamasından gileylənib. Mənə nə qədər mahnılar yönəldirlər, oxumuram. Özümü o qabda hiss etməyəcəmsə, necə ifa edə bilərəm? Mənim üçün şöhrət önəmli olmayıb. O bəstəkarın, bu bəstəkarın qapısını döyürdüm ki, məni dinləyin, səsim var deyə Samirə əlavə edib. Hüsniyə Salmanova, Bugün TV. Amma getdikcə gördü ki, musiqini dırnaq arası da, bu musiqi demək olarsa, nə vəziyyətə saldılar. Dərindən nəfəs ilqar. Yəni musiqini elə bir duruma saldılar ki, artıq bəzən deyirəm, mən oxumaq istəmirəm. Mən bəlkə də oxumaq istəyirəm, amma bir də görsən ki, nəyisə yarada bilmirəm artıq, məcazi mənada da, nəyisə başa düşdünüzdə. Yəni o həvəs deyil. Çünki bizim müəllimlərimiz olub, bizim başımızın üstünə elə müəllimlər olub ki, onlar heç bizə tərif söyləməyiblər. Daimi ki, düzgün oxumalısan, yəni düzgün şəkildə bizi tərbiyələndiriblər. Amma indi bu olmadığı üçün biz balaca sanki ruhdan bilmirəm də indi. Yox, əslində qalsa siz həmin o müəllimlərdən keçdiniz, baza var və siz bilirsiniz ki, nə eləmək lazımdır. Çox ürəyimi açdım. Ürək açıldı, ağıllı başdı. Yox, açılmalıydı da, bu əvvəl-axır bu olmalıdır ya. Mən bir şey söyləmək istəyirəm.